Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz olacaq modal feillər. Modal feillər haqqında ilk öncə bilməliyik ki, modal feillər cümlədə köməkçi rolunu oynayır. Yəni modal feillər özləri hərəkəti deyil də, hərəkətə olan münasibəti ifadə edirlər. Buna görə də modal feillərdən sonra mütləq şəkildə əsas feil gəlməlidir və əsas feil, yəni gələn əsas feil sadəcə birinci formada olur. Yəni şəxs həqiqiyyətə zamana görə dəyişmir. Məsələn, deyək ki, hər hansısa bir modal feili götürək, can modal feilini, ardınca gələn feil olaraq, məsəl üçün go feilini götürsək, birbaşa ardınca go şəklində gələcək. Yəni bu feil heç vaxt şəxsə görə dəyişə bilməz, zamana görə dəyişə bilmir, üçüncü şəxsin təkində s sonluğu qəbul etməyəcək. Yəni feil mütləq şəkildə birinci formada olmalıdır. Modal feillərdən sonra to istifadə olunmur. Təbii ki, bəzi istisnalar var ki, have to-dur, ought to-dur, to be able to-dur. Onların öz tərkibində to olduğu kimi qalacaq. Amma digər modal feillərdən sonra to hissəciyindən istifadə etmirik. Və modal feillərin sualı inkarı özü vasitəsilə düzəlir. İndi nümunələrə baxanda da bunu görəcəyik. Birinci ilk öncə başlayaq can modal feilindən. Can özü bilmək, bacarmaq deməkdir. Can modal feili indiki zamanda istifadə olunur. Məsələn, deyək ki, belə bir nümunə göstəririk. I can run very fast. Çox sürətlə qaça bilirəm. Baxın, gördüyümüz kimi bu nümunədə də can'dən sonra birbaşa run'ın özü, yəni feilin birinci forması gəlir. Heç bir to'dan istifadə edə bilmərik. Bütün modal feillərin qeyd etdiyimiz kimi sual inkarı özü ilə düzəlir. Yəni burada əgər biz bu cümləyə sual versək, sual forması olacaq can I run very fast. Sual forması bu şəkildə düzələcək, yəni can keçir mübtədadan əvvələ, inkarı gəldikdə isə sadəcə can'dən sonra not inkar hissəciyi əlavə olunur. Məsələn, I can not run very fast şəklində olacaq. Can indiki zaman formasıdır. Bir də keçmiş zaman forması var, hansı ki could. Can'in keçmiş zaman formasıdır. Deyək ki, cümləmizin digər hissəsi keçmiş zamandadır. O halda biz can'dən yox, could'dan istifadə edirik. Məsələn, belə bir nümunə yaza bilərik ki, I could swim when I was 7 years old. Məsələn, 7 yaşım olanda mən üzməyi bacarırdım. Biz artıq baxırıq ki, cümləmizin digər hissəsi keçmiş zamandadır və burada da bizə bacarmaq modal feili lazımdır. O halda gətirib təbii ki, can yaza bilmərik. Uzlaşmaya görə could modal feilindən istifadə edəcəyik. Və can'in digər bir sinonimi isə to be able to modal feilidir. Hansı ki, to be able to can'dən fərqli olaraq to ilə istifadə olunur. Özündən də, tərkibindən də gördüyümüz kimi. Və eləcə də demək olar ki, bütün zaman formaları var. Yəni indiki zamanda am, is, are able to olacaq, to be'nin formaları. Keçmiş zamanda was, were able to olacaq. Gələcək zamanda will be able to olacaq. Yəni bu bizə mütləq şəkildə diqqət etməliyik ki, testlərdə belə bir forma verilir. Məsələn, deyəcək ki, will able to read. Bu heç vaxtı doğru ola bilməz, çünki mütləq şəkildə bizə will'dan sonra bir hissəciyi lazımdır. Və eləcə də bitmiş zaman forması ola bilər. Məsələn, have, has, had və hökmən burada da yenə də been hissəciyindən istifadə olunacaq. Have, has, had been able to. İnkarına gəldikdə isə yenə də özləri vasitəsilə düzəlir. Yəni, məsələn, have, has, haddən sonra not inkar hissəciyi əlavə olunacaq. Will be able to da gördüyümüz kimi will not be able to şəklində inkar olunur. Və digər modal feilimiz may modal feilidir, hansı ki, may özü icazə və xahiş bildirir. Məsələn, deyək ki, belə bir cümlə yazaq. May I take your book? Yəni, sənin kitabını götürə bilərəm. Burada artıq icazə mənasını ifadə edir. Keçmiş zaman forması da var, hansı ki, bu da might'dır. Məsələn, deyək ki, cümləmiz keçmiş zamandadırsa, she said that I might use her computer. O dedi ki, mən onun kompüterini istifadə edə bilərəm. Yəni, cümləmizin əgər birinci hissəsi keçmişdədirsə, mütləq şəkildə digər hissəsi də təbii ki, keçmiş zamanda olmalıdır.
Might'ın bundan əlavə ehtimal mənası da var, hansı ki, yəni maybe might'ın. Sadəcə yadda saxlamalıyıq ki, istisna olaraq, deməli might yalnız ehtimal mənasında indiki zamanda istifadə oluna bilər. Məsələn, deyək ki, belə bir cümlə verilir bizə. There are some dark clouds in the sky. Səmada qara buludlar var. Bu halda bizə verilən cavablar içərisində it may rain də doğru ola bilər. Eləcə də it might rain də doğru ola bilər. Yəni niyə görə? Çünki burada artıq ehtimaldan söhbət gedir. Yəni baxmayaraq ki, birinci cümləmiz indiki zamandadır, there-adır, amma ehtimal mənasını verdiyi üçün ehtimal mənasında biz might-ı indiki zamanda istifadə edə bilərik. Amma təbii ki, icazə mənasında dediyimiz kimi keçmiş zamanda olacaq. Digər modal feillərimizdən biri isə must-dır. Must özü malı-məli deməkdir, məcburiyyət bildirir. Must da digər modal feillər kimi sualı inkarı özü vasitəsilə düzəlir. Məsələn, deyək ki, belə bir nümunə yazaq must-la bağlı. Ayan must leave the house at the moment. Hal-hazırda evi tərk etməlidir. Burada artıq must yəni məcburiyyət bildirir. Sualı inkarı da özü vasitəsilə düzəlir. Heç vaxtı to-dan istifadə etmirik. Məsələn, sualda sadəcə must keçəcək əvvələ. Must Ayan leave the house olaraq qalacaq cümlənin davamı. İnkarına gələndə isə sadəcə mustdan sonra yenə də inkar hissəciyini əlavə edirik. Deyək ki, cümlə bu şəkildə olacaq. Ayan mustn't leave the house. Yəni sualı inkarı özü vasitəsilə düzələcək. Digər modal feillərimizdən biri isə hansı ki must'ın sinonimi kimi have to modal feilini götürə bilərik. Burada artıq diqqətli olmalıyıq. Çünki have to həm şəxsə görə dəyişir. Yəni have to'nun has to forması var. Hansı ki üçüncü şəxsin təkində, yəni she, he, itdən istifadə etdiyimiz zaman has to formasından istifadə edirik. Keçmiş zaman forması isə had to forması var. Eləcə də gələcək zaman forması da ola bilər. Will have to. Burada diqqət eləməli olduğumuz bir məqam var ki, have to yeganə modal feildir ki, onun sualı inkarı özü vasitəsilə düzəlmir. Mütləq şəkildə biz sualını inkarını do, does, did vasitəsilə düzəldəcəyik. Yəni bu o deməkdir ki, İngilis dilində haven't to, hasn't to, eləcə də hadn't to yoxdur. Yəni siz testlərdə bunu görən kimi birbaşa çıxacaqsınız. Have to-ya sual verdiyimiz zaman, məsələn, deyək ki, belə bir nümunə verilir. They have to speak. Biz artıq sual verəndə baxırıq ki, have to-dur. Have to-dursa o halda do-dan istifadə etməliyik. Do-nu gətiririk mübtədadan əvvələ. Do they have to speak olacaq. İnkarda da yenə they don't have to speak olacaq. Yəni sualı inkarı do, does, did vasitəsilə düzəlir. Cümləmiz keçmiş zamanda olsaydı, they had to speak olsaydı, o halda diddən istifadə edəcəkdik. Əgər üçüncü şəxsin təkində olmuş olsa, məsələn, she has to speak olsaydı, o halda da does vasitəsilə cümləyə sual verəcəkdik. Yəni bunu mütləq yadda saxlayırıq ki, have to heç vaxtı sualı inkarı özü vasitəsilə düzələ bilməz. Növbəti modal feillərimizdən biri isə should və ought to-dur. Should və ought to özü gərəkdir mənasını verir, hansı ki daha çox məsləhət bildirir. İkisi arasında demək olar ki, mənaca heç bir fərq yoxdur. Sadəcə yeganə fərq oradadır ki, ought to-la istifadə olunur. Yəni məsələn, deyək ki, belə bir cümlə verilir bizə. You should go to the doctor. Sən həkimə getməlisən. Yəni həkimə getməyin gərəkdir. Biz eyni cümləni gətirib ought to vasitəsilə də verə bilərik. You ought to go to the doctor olacaq. Sadəcə dediyimiz kimi yeganə fərq oradadır ki, should'u to-la istifadə etmirik. Ought-u isə
Should'dan fərqli olaraq to vasitəsilə düzəlir. Sualda, inkarda yenə də özləri vasitəsilə sual inkar verəcək. Yəni sualda should keçəcək mübtədadan əvvələ, should you go to the doctor olacaq. İnkarda isə should'dan sonra sadəcə not inkar hissəciyini əlavə edirik. You shouldn't go to the doctor. Ought to'da da eyni qaydada sual verdiyimiz zaman sadəcə oughtu keçirdirik mübtədanın əvvəlinə. Ought you to go to the doctor olacaq. İnkara gəldikdə isə sadəcə ouughtdan sonra not inkar hissəciyini əlavə edirik. You oughtn't to go to the doctor olacaq. İkisi arasındakı tək fərq to'nun istifadə olunmasıdır. Digər modal feillərimizdən biri isə need modal feilidir. Need özü ehtiyacı olmaq mənasını bildirir. Sadəcə need həm modal feil kimi istifadə oluna bilir, həm də əsas feil kimi istifadə oluna bilir. Burada biz nəyə diqqət etməliyik? Əgər need modal feil kimi istifadə olunursa, özündən sonra birbaşa mütləq şəkildə feil gəlməlidir və gələn feil to'suz olacaq. Yəni əgər need modaldırsa, ardınca mütləq şəkildə verb gələcək və burada heç vaxt to'dan istifadə edə bilmərik birinci formada. Məsələn, baxın, deyir ki, he need think. Burada gördüyümüz kimi birbaşa feil gəlib. Üçüncü şəxsin təki olsa belə modal feil kimi need'i biz heç vaxtı şəxsə görə dəyişə bilmərik. Yəni he needs ola bilməz. Eləcə də zamana görə də dəyişə bilməz. Yəni needed deyə bir şey də ola bilməz əgər modaldırsa. Və bütün modal feillər kimi need də modal olduğu zaman özü vasitəsilə sualı inkarı düzəlir. Məsələn, sualda olacaq need he think, inkarda isə sadəcə needdən sonra inkar hissəciyini əlavə edirik. Və bundan əlavə need'in əsas feil kimi işlənmə forması da var. Əgər əsas feildirsə, need'dən sonra feil gəldiyi zaman mütləq şəkildə to'dan istifadə edirik. She needs to earn much money. Baxın, gördüyümüz kimi burada to hissəciyi var. Hansı ki birbaşa infinitiv gəlir, yəni özündən sonra məstərdən istifadə edirik. Üçüncü şəxsin təkində təbii ki də şəxsə görə dəyişəcək bütün digər əsas feillər kimi. Eləcə də need əgər əsas feildirsə, biz axı heç vaxt əsas feilindən cümləyə sual vermirik. Ona görə mütləq şəkildə do, does və yaxud da zamana uyğun şəkildə diddən istifadə edə bilərik. Məsələn, bu cümlədə gördüyümüz kimi she needs to earn much money. Burada əsas feildir. Üçüncü şəxsin təkidir və indiki zamandadır deyə does she need to earn much money şəklində düzələcək sualı. İnkara gəldikdə isə she doesn't need to earn. Yəni inkarı da does'dan sonra not inkar hissəciyi əlavə etməklə düzəlir. Və bundan əlavə yadda saxlayırıq ki, need əsas feil kimi istifadə olunanda özündən sonra hər hansısa bir isim və yaxud əvəzlik də gələ bilər. Məsələn, deyirik ki, she needs your help. Onun sənin köməyinə ehtiyacı var. Yəni, özündən sonra birbaşa feil deyil, hər hansısa bir əvəzlik və yaxud da isim də gələ bilir. Bu deməkdir ki, need modal feil olduğu zaman, yəni bir daha qısaca olaraq vurğulayıram və bunu da siz mütləq şəkildə əzbərləməlisiniz. Need modal feildirsə əgər, özündən sonra birbaşa feil gəlməlidir. Gələn feil to qəbul etməyəcək, yəni feilin birinci forması lazımdır. Need modal feil olduğu zaman şəxsə, kəmiyyətə, zamana görə dəyişmir, sualı inkarı özü vasitəsilə düzəlir. Əgər need əsas feildirsə, o halda feil gəlirsə özündən sonra to'dan istifadə edirik. Şəxsə görə dəyişir. Əgər üçüncü şəxsin təkindədirsə S sonluğu qəbul edir. Zamana görə də dəyişə bilər. Sualı inkarı heç vaxt özü vasitəsilə deyil, mütləq köməkçi feillər vasitəsilə düzələcək və əgər əsas feildirsə özündən sonra birbaşa feil gəlməyə də bilər. O zaman hər hansısa bir isim və yaxud da əvəzlikdən də istifadə edə bilərik. Bu qədər. Ümid edirəm ki, sizə bütün modal feillər aydındır. Not hissəsində yenidən, yəni qeyd etdiklərimiz, yuxarıda vurğuladıqlarımız da hansı ki, mütləq şəkildə diqqətli olarsınız. Modal feillərlə bağlı olan testlə də izahı yerləşdirəcəm. Sualınız olarsa komment bölməsinə qeyd edərsiniz. Hər birinizə uğurlar. Növbəti dərs izahlarında görüşərik. Sağ olun.